Zaman-zaman Azərbaycanın qədim yaşayış məskənlərinin unudulması üçün xüsusi əməliyyatlar keçirən ermənilər saxta iddialarından tarix boyu əl çəkməyiblər. Bunun üçün istənilən çirkin vasitələrə əl atıb yaltaq erməni siyasəti ilə Oğuz türk yurdlarını mənimsəməklə özlərinə məkan qurub, tarixi Azərbaycan torpaqlarını unutturmağa çalışıblar. Belə yurd yerlərindən biri də Karbibasar mahalıdır. Bugün Qərbi Azərbaycan Kronikası layihəsi çərçivəsində parçalanaraq izi itirilən bu mahal haqqında söz açacağıq. Karbibasar mahalı 14-19-cu əsrlərdə inzibati nahiyə kimi İrəvan xanlığına tabe olub. Karbi çayının Orta və Qarasu çayının yuxarı hissələri mahalın ərazisinə daxil olub. Karbibasar mahalı Zəngibasar və Sərdarabad mahalları arasında yerləşib. Şimaldan Seyidli Ağsaxlı mahalı ilə sərhəd təşkil edib. 1590-cı ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Karbi nahiyəsində 73 kənd mövcud olub. 1728-ci ilin icmal dəftərinə görə isə Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Karbi nahiyəsində mövcud olan 166 kəndin 59-u boş idi. Burada kameral siyahıya almadan əvvəl, yəni 1831-ci ildə 2592 nəfər, yəni 300 ailə Azərbaycanlı, 5220 nəfər, yəni 892 ailə erməni yaşayırdı. 1828-1830-cu illərdə Karbibasar mahalına İrandan 2897 nəfər, 518 ailə Türkiyədən, 176 nəfər, 35 ailə erməni köçürülüb və yerləşdirilib. Qərbi Azərbaycanın Karbibasar mahalının adı 1990-cı illərdən əvvəl Əştərək, Azərbaycanlıların sonuncu deportasiyasından sonra isə Araqaçotun adlandırılıb. Karbibasar mahalı ərazisində yerləşən Əştərək rayonu cənubdan Zəngibasar, cənub-qərbdən Üçmüəzzin, qərbdən Ələyaz dağı, şimaldan Abaran, şərqdən Axta, indiki Xırazdan regionları ilə həmsərhəddir. Əştərək Qərbi Azərbaycanın, indiki Ermənistanın həm də ən mərkəzi rayonlarından biridir. Əştərək rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb və ərazisi 926 kvadrat kilometrdir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 22 kilometrdir. Bu rayona 50 kənd daxil edilib. Bunlardan 36-sı Azərbaycanlı kəndi olub və adları belədir: Avan, Aylanlı, Aylı Xaraba, Əkərək, Ənirsək, Xaxış, Əşirəbad, Qaraçalar, Qaraçörən, Qızıltəmir, Qızılxaraba, Qoytul, Qoş, Qoşabulaq, Yaqublu, Karvansaray, Kələşam, Kəlaşkənd, Kiçikkənd, Cadqıran, Kötanlı, Kürdalı, Maqda, Nəzirivan, Erqov, Parpi, Patrınc, Persi, Sərimsəvəng, Talış, Tığıt, Təhkiyə, Tülnəbi, Üşü, Ucan, Hamamlı. 1930-cu ilə qədər bu sadaladığımız kəndlər İrəvan xanlığı dövründə Karbibasar mahalına, 1849-cu ildə İrəvan quberniyası yaradıldıqda əksər kəndlər Eçmiədzin qəzasına, az bir hissəsi Abaran mahalına aid idi. 1827-1828-ci illər Rusiya-İran, 1828-1829-cu illər Rus-Türk müharibələri dövründə xaraba qalan Azərbaycanlı kəndlərində müxtəlif ölkələrdən gətirilmiş ermənilər yerləşdirilib. Bir çox kəndlər erməniləşdirilib. 1905-1915-ci illərdə ermənilər havadarlarının köməyi ilə Azərbaycanlıları xeyli qırdıqdan və didərgin saldıqdan sonra Əştərək rayonunda cəmi 15 min Azərbaycanlı qalıb. 1918-1920-ci illər qırğını zamanı sağ qalanlar müxtəlif ölkələrə, Türkiyə, İran, Azərbaycan və başqa ölkələrə sığınmağa məcbur olublar. Vaxtilə Əştərək rayonunun ən azı 15 mindən çox Azərbaycanlı əhalisindən cəmi 1230 nəfəri geri qayıdır və öz evlərində gəlmə ermənilərin məskunlaşdığını görürlər. Əlacsız qalan Azərbaycanlılar kəndin kənarlarında daxmalar tikib orada yaşamağa məcbur olurlar. Doğma yurdlarında 1930-cu illər repressiyasını, 1941-1945-ci illər Böyük Vətən müharibəsi illərinin çətinliklərini yaşayan əhalinin Azərbaycanın Aran rayonlarına köçürülməsi barədə sərəncam verilir. Bununla da 1948-1951-ci illərdə rayonun Talış, Təkiyyə, Ucan, Cadqıran, İnəkli, Tülnəbi və digər kəndlərinin əhalisi zorla Azərbaycana köçürülür. Göründüyü kimi Ermənistan etnik təmizləmə siyasəti ilə paralel olaraq mahal, yer, yurd adlarımıza qarşı da çirkin kampaniya həyata keçirib. Düşmənçilik hissi ilə yaşayan ermənilər İrəvan xanlığının tərkibində olan Karbibasar mahalının izini itirməyə çalışsa da tarixin, xalqın, millətin yaddaşından silməyə nail ola bilməyib. Bugün Oğuz yurdunun yetirmələri ata-baba yurdlarının uzun illik həsrətinə son qoymaq üçün qayıdış gününü səbirsizliklə gözləyirlər.